Hamınıza salam dostlar. Bu gün sizlə bir yerdə şəkər qamışı farmı necə düzələr ona baxacağıq. Birinci belə eləyim. Slash İndi dostlar 1, 2, 3, 4, 5, 6 blokluq yer qazır. 6, 7, 8 blokluq yer qazırsınız. Və bunların ortasına 2 boşluq açıb sandıq qoyursunuz. Bura sandıq qoyursunuz. Belə sandıq qoydunuz. Bir belə baxacaq. Sonra dostlar buna huni bağlayasınız bu sandığa. Sandığa sonra huni bağlayasınız. 2 dənə. 1, 2. Sonra bu hunilərə huni bağlayasınız. Hunilərə də huni bağlayasınız. Bağladınız. Ondan sonra dostlar deməli bunların üstünə çamur bloku qoyasınız. Çamur blok qoyasınız. Sonra bura bir kuru blokla bağlayasınız. Sonra bura su kovası koydunuz. Ondan sonra deməli ondan sonra pistonları belə qoyasınız. Birinci bir blokda qoyasınız, qalacaq yuxarı və belə bir blokda çıxasınız yuxarı. Bir blokda belə çıxdınız. Ondan sonra buralara piston qoyursunuz. Piston qoydunuz. Sonra götürürsünüz farmın arxasına. Belə bunların üstündən gözləmci qoyasınız. İndi belə gözə baxacaq şəkildə gözləmci. Belə gözləmci qoydunuz. İndi buranın ətrafını camla bağlayasınız. Camla bağladınız. Bura. Belə qoydunuz. Ondan sonra bura belə bağlayasınız. Burada bir blok qaldırasınız yuxarı. Sonra bunun üstünə blok bağlayasınız belə. Ondan sonra gözləmcilərin düz pistonların arxasından belə şey qoydunuz. Sonra bunları bir-birlərinə bağlayasınız belə. Camı qoymamışdan əvvəl dostlar şəkər qamışlarını əkün. Ondan sonra camı qoyun. Baxın dostlar. Gördünüz? Hamısı gəlib axad döşəcək bura. Belədir farmımız. Videoya bəyənməyi unutmayın. Kanala abunə olmayı unutmayın. Sevilirsiniz dostlar. Sağ olun.